Dünyanın qan ağladığı, dörd bir yanımızda xaosun baş verdiyi bir dönəmdə ölkəmizdə regionun gələcəyini şəkilləndirən çox mühüm hadisələr baş verməkdədir. Söhbət Azərbaycanın Ermənistana növbəti dəfə neft məhsulları göndərməsindən gedir. Haqlı olaraq bu addım təkcə iqtisadi maraq kimi deyil, həm də bölgədə formalaşan yeni reallıqların göstərisi kimi də dəyərləndirilir. Uzun illər qarşıdurma, etimadsızlıq fonunda yeni siyasi gedişlərin edilməsi həm anlaşılmazlıqların geridə qaldığını, həm də iki ölkə arasında etimad mühitinin yaranması imkanlarının artırma yollarının başlandığını göstərir. Azərbaycan-Ermənistan arasında olan 8 avqust 2025-ci ildən sonraki olan müqavilə üzərindən həyata keçirilən qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində ticari, logistik, nəqliyyat və bütövlükdə kommunikasiya əlaqələrinin qurulması təbii olaraq gələcək sülh müqaviləsinə fokuslanmışdır. Təbii ki, iqtisadi əməkdaşlığın, eləcə də biznes əməkdaşlığın qurulması, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində belə bir yüklərin, ticari yüklərinin Azərbaycan üzərindən təhlükəsiz, rahat və çox qısa bir zaman çərçivəsində həyata keçirilməsi təbii olaraq hər iki ölkə üçün xüsusi önəm kəsb edir və bu birmənalı olaraq qarşılıqlı həm etimadın formalaşmasına öz təsirini göstərir. Eyni zamanda burada böyük bir siyasi məna da kəsb edir. Bu addımın görünən digər vacib bir istiqaməti də var. Demək artıq bölgədə emosiyalar yox, rasional maraqlar üzə çıxır. Hər iki dövlətin milli maraqlarının təminatı olan bu addımsa regiona təsir imkanlarını artırmaq və gərginlik yaratmaq istəyənlər üçün də bir mesajdır. Özü də tutarlı və effektli bir mesaj. Cənubi Qafqazda ümumiyyətlə sülhün bərqərar olunması, Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin düzgün, doğru bərqərar olunmasını həzm edə bilməyən, qəbul etməyən dövlətlər də var və hər hansı bir müdaxilələrə, cəhdlərə baxmayaraq bu sülh müqaviləsi bərqərar olacaq və Cənubi Qafqazda hesab edirəm ki, kimlərinsə istəyinə görə yox, imzalanmış müqavilə öhdəlikləri üzərindən sülh bərqərar olacaqdır. Millət vəkili onu da deyir ki, bölgə sabitlik adasına dönür. Bugünün danılmayan reallığı bax budur. Bundan sonraki addımlarsa bu sabitliyi qorumaq, təhlükəsizliyi dayanıqlı etmək və inkişaf imkanlarını daha da genişləndirməkdir ki, bunun müəllifi isə Azərbaycandır deyə millət vəkili qeyd etdi. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space.